Bugünlərdə bazara baxıb başa düşməyə çalışırsınız. Yəqin ki, başınız biraz qarışıb. Bir tərəfdən ekspertlər deyir ki, hər şey qalxacaq. O biri tərəfdənsə, hər gün bir eniş-yuxuş. Gəlin bu təhlildə bu ziddiyyətin dərinliyinə enək və görək əslində nə baş verir. Yaxşı, gəlin bir anlıq dayanaq və bu sitata diqqət edək. Qalan hər şey sadəcə səs-küydür. Bu çox güclü bir fikirdir. Demək istəyir ki, bütün o xəbərləri, proqnozları bir kənara qoyun. Əsl həqiqəti tapmaq üçün bir yol var. Sadəcə qrafiklərin bizə nə dediyinə baxmaq. Biz də bugün məhz bunu edəcəyik. Baxın, bu slaytda vəziyyətin nə qədər qəribə olduğu aydın görünür. Bir tərəfdə JP Morgan kimi nəhənglər deyir ki, heç narahat olmayın, bazar 5000-ə qalxacaq. O biri tərəfdə isə real həyatda görürük ki, Broadcom kimi bir şirkət bir gündə ciddi şəkildə dəyər itirir. Sanki iki fərqli dünyadan danışırıq. Və bu da bizi əsas suala gətirib çıxarır. Yaxşı, bəs bütün bu səs-küyün içində böyük pullar, yəni Wall Street əslində hara gedir? Bunu necə anlaya bilərik? Cavab, çox vaxt elə gözümüzün qabağında, texniki qrafiklərdə gizlənir. Okey, gəlin indi qısa müddətli çaxnaşmadan bir addım geri çəkilib böyük mənzərəyə baxaq. Analitikin fikrincə, pərdə arxasında bazarı daim yuxarıya doğru itələyən 3 fundamental qüvvə var. Gəlin görək bunlar nədir? Deməli, hər şeyin təməlində 3 böyük, demək olar ki, avtomatik işləyən mexanizm var. Birincisi, insanların pensiya pulları. Bu trilyonlarla dollar, demək olar ki, avtomatik olaraq S&P 500 indeksinə, yəni ən böyük şirkətlərə axır. İkincisi, şirkətlər özləri. Onlar öz səhmlərini kütləvi şəkildə geri alırlar, bu da səhmlərin sayını azaldır və qiymətini qaldırır. Və üçüncüsü, bu biraz gəliz səslənə bilər, amma option bazarı. Sadə dillə desək, böyük oyunçular riskdən qorunmaq üçün elə bir sistem qurublar ki, bu da onları istər-istəməz S&P 500 futureslərini almağa məcbur edir. Bu üç qüvvə birləşəndə bazarın uzun müddətli istiqamətinin niyə demək olar ki, həmişə yuxarı olduğunu anlayırıq. Yaxşı, bu böyük görünməz qüvvələri başa düşdük. Bəs bu, gündəlik izlədiyimiz ayrı-ayrı səhmlərə neçə təsir edir? İndi isə gəlin bu hekayəni qrafiklərin dilində oxumağa kömək edəcək bir neçə sadə, amma çox güclü alətə nəzər salaq. Budur bizim ilk və ən vacib alətimiz. 50 günlük hərəkətli ortalama. Bu xəttə treyderlər bütün xəttlərin xətti deyirlər. Çox sadədir. Əgər səhmin qiyməti bu xəttin üstündədirsə, deməli, hər şey qaydasındadır, momentum güclüdür. Yox, əgər altındadırsa, bu bir xəbərdarlıq siqnalıdır. Dayanıb düşünmək lazımdır. İkinci vacib anlayış isə dəstək və müqavimətdir. Təsəvvür edin ki, hər səhmin qiyməti üçün görünməz bir döşəmə və tavan var. Dəstək səviyyəsi, yəni döşəmə, qiymətin daha da aşağı düşməsinə imkan vermir. Çünki orada alıcılar gözləyir. Müqavimət, yəni tavan isə qiymətin yuxarı qalxmasının qarşısını alır. Çünki orada satıcılar var. İndi isə əsl maraqlı hissəyə gəldik. Gəlin bu öyrəndiyimiz sadə qaydaları götürüb, bazarın ən böyük texnologiya şirkətlərinin qrafiklərinə tətbiq edək. Görək qrafiklər bizə hansı hekayələri danışır? Wow, bir baxın bu cədvələ. Mənzərə nə qədər fərqlidir, elə deyilmi? Bir tərəfdə Google kimi çox güclü, boğa meyilli səhmlər var, digər tərəfdə isə Meta və Oracle kimi çox ehtiyatlı olmağımız lazım olan səhmlər. Bəs bu fərqlər nədən irəli gəlir? Gəlin, qrafiklərin dərinliyinə enək. Baxın, bu müqayisə demək olar ki, hər şeyi izah edir. Solda Google var. Qrafikdəki o sıçrayışlar güclü alıcıların olduğunu göstərir. Yəni, insanlar bu səhmi almağa tələsir. İndi isə sağdakı Metaya baxaq. Tamamilə başqa bir hekayə. O sarı xətt, yəni 50 günlük ortalama, kəskin şəkildə aşağıya əyilib. Və ən pisi odur ki, son qiymət artımı zamanı demək olar heç kim almayıb. Ticarət həcmi çox azdır. Bu, inamsızlığın klassik bir əlamətidir. Okey, indi isə gəlin qırmızı bayraqların olduğu səhmlərə baxaq. Nvidia'da bir qərarsızlıq var. 50 günlük ortalamanın altındadır, Tesla'nın qalxışı çox zəifdir və düz o vacib xəttə müqavimətli üzləşir. Palantir'in qrafiki isə Meta ilə demək olar eyni narahat edici siqnalları verir. Oracle'a gəldikdə isə analitik onu düşən bıçaq adlandırır, yəni hazırda heç kimin toxunmaq istəmədiyi bir səhm. Amma hər şey pis deyil əlbəttə. Ümidverici siqnallar da var. Məsələn, Amazon. Gəlirləri dəli kimi artır, amma qiyməti bir ildir yerində sayır. Bu, onu potensial bir fürsədə çevirə bilər. Sophie həm texniki cəhətdən güclənir, həm də faizlərin düşməsi ona çox kömək edə bilər.
AMG isə rəqibi Nvidia-dan biraz daha yaxşı vəziyyətdədir, amma hələ ki o vacib maneəni 50 günlük ortalamanı keçməlidir. Yaxşı. Bütün bu səhmləri bir-bir analiz etdik, bəs sonda nəticə nədir? Bütün bu məlumatlarla biz nə etməliyik? Gəlin analitikin yekun tövsiyələrinə baxaq. Analitikin məsləhəti əslində çox sadə, 3 addımlı bir yanaşmadır. Birincisi, panikaya düşməyin, investisiyada qalın. Çünki o uzun müddətli qüvvələr sizin xeyrinizə işləyir. İkincisi, sadəcə oturub gözləməyin, özünüzü inkişaf etdirin. Daha yaxşı məlumatlar, daha yaxşı alətlər istifadə edin. Və üçüncüsü, bu yolda tək olmayın. Sizə yol göstərə biləcək, güvəndiyiniz bir mentor tapın. Və gəldik ən vacib məqama. Baxın, bütün bu analizin, bu qrafiklərin məqsədi hər dəfə %100 haqlı çıxmaq deyil. Bu onsuz da mümkün deyil. Əsl məqsəd prosesi öyrənməkdir. Elə bir investor olmaq ki, qazanc əldə edəndə onu qoruya biləsən və hər vəziyyətdə soyuqqanlı, ağıllı qərarlar verə biləsən. Bu, falçılıq yox, öyrənilə bilən bir bacarıqdır. Və sonda, mən sizi bu sualla baş-başa buraxmaq istəyirəm. Bir tərəfdə bazarı yuxarıya aparan o böyük, fundamental qüvvələr var. Digər tərəfdə isə qrafiklərin bizə hər gün verdiyi qısa müddətli, bəzən də narahat edici siqnallar. Sizcə bu ikisi arasında sağlam balansı necə tapmaq olar? Bu, hər bir investorun özü üçün cavablamalı olduğu ən vacib suallardan biridir.